Uşaqlar məktəbə gedib hal-hazırda gələ bilmirdi. Çox bərbad gündədir, qəşəng düzəltdilər. Allah köməkləri olsun. Ağcabədi rayonunun Sultanbeyov küçəsində uzun müddətdir ki, yolun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olurdu. Xüsusilə yağışlı havalarda küçədə hərəkət çətinləşir, palçıq və çala-çuxurlar piyadaları və nəqliyyat vasitələri üçün ciddi problem yaradırdı. Məsələ ilə bağlı görülən tədbirlər nəticəsində yol problemi aradan qaldırılıb. Ağcabədi rayon bələdiyyəsi tərəfindən daxili vəsait hesabına Sultanbeyov küçəsində əsaslı təmir bərpa işləri aparılıb. Yol hamarlanıb, yararsız hissələr bərpa olunub və hərəkət üçün əlverişli vəziyyətə gətirilib. Daha ətraflı vətəndaşların öz dilindən dinləyək. Ağcabədi Sultanbeyov küçəsinin kəsməsindəyik. Hal-hazırda bu İsmail müəllimin Allah balasını sağlasın, bələdiyyənin müdürünü. Uşaqlar məktəbə gedib hal-hazırda gələ bilmirdi. Çox bərbad gündədir, qəşəng düzəltdilər. Allah köməkləri olsun. Devlətimizin, prezidentimizin, icra hakimiyyətimizin hamısının Allah balasını sağlasın. Kanal 21 olaraq bölgələrdə həyata keçirilən sosial yönümlü layihələri və vətəndaşları narahat edən məsələləri diqqətdə saxlamağa davam edəcək.